İmamların elmi mirasının keyfiyyəti. İndi isə gəlin çox önəmli bir məsələyə yaxından nəzər salaq. Sünnət əhlinin dini bilmək üçün əsas mənbələri bəllidir. Quran, sünnət, icma və qiyas. Şiyələrdə isə bunlara əlavə olaraq 12 imamın öz təlimləri də mövcuddur. Və bu təlimlər onların öz etiqadına görə şiyələri sünnət əhlindəki o dərin ixtiraflardan və fəsaddan qurtarmalı, onları fərqli etməli idi. Çünki onların iddiasına görə məhz məsum imamların varlığı, dinin doğru şəkildə qorunması və insanlara düzgün öyrədilməsi üçün zəruridir. Onlara görə, əgər Allah imamları təyin etməsəydi, bu onun lütfünə və ədalətinə zidd olardı. Şeyxut Taifə Ət-Tusi bu məntiqi belə izah edir. Biz bilirik ki, bütün dini hökmlərin dəlilləri qəti deyil. Bəs o zaman ümmətin ixtilaflı rəylərindən hansının doğru olduğunu bilmək üçün bir yola ehtiyacımız var. Və bu yol səhv və xəta etməyəcəyindən əmin olduğumuz məsum imamdan başqası ola bilməz. Məhz ona görə də biz ona qaydırıq və ona etimad edirik. Bu nəzəriyyədə çox gözəl səslənir. Lakin gəlin reallığa baxaq. Əgər imamların vəzifəsi bu idisə, onlar həqiqətən də bu vəzifəni yerinə yetiriblərmi? Şiyələrin öz rivayət kitablarını açdıqda çox qəribə bir mənzərə ilə qarşılaşırıq. Dinin əhkamları ilə bağlı rivayətlərin böyük əksəriyyəti ilk 4 imamdan deyil, 5-ci imam Muhammed Əl-Baqirdən sonra başlayır. Yəni, Əli ibn Əbi Talib, oğulları Həsən və Hüseyn və nəvəsi Zeynül Abidin şiyələrə dini hökmləri aktiv bir şəkildə öyrətməyiblər. Ən azından kitablarda bunun izi yoxdur. Hətta şiyələrin özlərinin nəql etdikləri səhih bir rivayət də bu acı həqiqəti təsdiqləyir. Bir rivayətdə İmam Cafər Əs-Sadiq özü deyir: Əbu Cafər, yəni İmam Baqir, gəlmədən əvvəl şiyələr həccin ayinlərini, nəyin halal və nəyin haram olduğunu bilmirdilər. Əbu Cafər gəldi və onlara elmin qapılarını açdı, onlara halalları və haramları öyrətdi. Bu inanılmaz bir etirafdır. Əgər bu sözlər doğrudursa, deməli ilk 4 imam şiyələrə dinlərini öyrətmək vəzifəsini hansısa səbəbdən layiqincə yerinə yetirə bilməyiblər. Bu isə elə imamət fəlsəfəsinin öz təməlini sarsıdır. Yaxşı, tutaq ki, şiyələrə dini hökmləri ilk dəfə layiqincə öyrədənlər Muhammed Əl-Baqir və oğlu Cəfər Əs-Sadiq olub. Bəs onların öz sözləri, öz təlimləri necə? Hamının anlaya biləcəyi qədər aydındırmı? Yenə də şiə rəvayətlərinə müraciət etdikdə onun tam əksini görürük. Bir rəvayətdə İmam Əbu Cəfərin belə dediyi iddia olunur: Bizim Məhəmməd ailəsinin təlimləri çox çətin və dərindir. Onu yalnız Allaha ən yaxın bir mələk, göndərilmiş bir peyğəmbər və ya Allahın qəlbini imanla sınadığı xüsusi bir qul anlaya bilər. Başqa bir rəvayətdə isə deyilir ki, onların təlimlərini bu üçündən əlavə bir də möhkəm bir şəhər daşıya bilər. Ravi soruşanda ki, möhkəm şəhər nədir? İmam cavab verir: Bu, sabit bir qəlbdir. Lakin bütün bu çətinliyə və dərinliyə baxmayaraq, biz bu təlimləri bizə çatdıran o ravilərə, o kitablara nə dərəcədə etibar edə bilərik? Məhz burada şiə hədis mirası öz daxilində çox ciddi problemlərlə üzləşir. Və bu problemlərin başında yalan problemi durur. Şiyələrin özləri də acı bir şəkildə etiraf edirlər ki, onların sıralarında Əhl-i Beytin adından yalan danışanlar həddindən artıq çox olub. Bunun ən bariz göstəricisi Cəfər Əs-Sadiq reallığıdır. Bu böyük imam bütün ömrünü Mədinədə yaşamış, orada dərs demiş və orada da dəfn olunmuşdur. Lakin çox qəribədir ki, onun məzhəbini, onun adına nəql edilən o 10 minlərlə hədisi rəvayət edən əsas ravilərin mütləq əksəriyyəti İraqın Küfə şəhərində yaşayıblar və onların həyatlarının bir dönəmində elm almaq üçün Mədinəyə köçüb orada uzun müddət qalmaları da tarixən sabit deyil. Küfəli şiə ravisi Əl-Həsən bin Əli Əl-Başşanın bu etirafı vəziyyətin nə qədər dəhşətli olduğunu göstərir. O deyir: əgər bilsəydim ki, hədislərə bu qədər tələbat olacaq, onları daha çox toplayardım,
Çünki mən təkcə bu məsciddə, yəni Kufə məscidində 900 şeyx gördüm ki, onların hamısı mənə Cəfər bin Muhammed rəvayət etdi deyirdi. Bir təsəvvür edin, əgər İmam Sadiq təqiyyə şəraitində yaşayırdısa, dövlətin nəzarəti altında idisə, təkcə bir şəhərdən, təkcə bir nəsildən olan 900 nəfər nə zaman və hansı şəraitdə ondan bu qədər hədis eşidib? Bu, açıq-aşkar bir yalan sənayesidir. Bu həqiqəti görmək və onu dərk etmək heç də çətin deyil. Həmin dövrdə Mədinədə yaşayan, İmam Sadiqin məclislərində iştirak edən İmam Malik, Süfyan Əs-Səvri kimi böyük sünni hədis alimlərindən heç biri ondan bu qədər çox hədis rəvayət etməyib. Əslində, Kufədən kənarda bir ravinin Cəfər kimi birindən bu qədər çox hədis eşitdiyini iddia etməsi elə özü özlüyündə həmin ravinin yalançı olduğunu göstərmək üçün kifayət etməli idi. İmam Zeynul Abidinin özünün dediyi kimi, o, Kufə tərəfə işarə edərək demişdi: "Onlar bizim haqqımızda bizdə olmayan şeylər danışırlar." Müasir Şiə alimi Muhammed Əl-Baqir Əl-Behbudi bu acı realları etiraf edərək yazır: Əgər bir ravi fiqh mövzularında böyük bir əl yazma çıxarıb, bunun İmamın Baqirin və ya İmam Sadiqin isnadları olduğunu iddia edərsə, biz qəti olaraq bilirik ki, bu İmamın adından deyilmiş bir yalandır. Çünki imamlar təqiyyə edirdilər. Zərurət olmadan hər kəsə rəvayət etmirdilər. Səhih tarixdə imamlardan hansısa birinin klassik hədis şeyxləri kimi bir məclisdə oturub, bizə filan kəs rəvayət etdi dediyini heç vaxt görməmişik. Zeydi Şiə alimlərinin imamı Əbu Talib Əl-Haruni isə daha da kəskin danışaraq deyir ki, 12 imam şiələrinin isnadlarının xeyli bir hissəsi realda heç mövcud olmamış, yalnız adları olan ravilər üzərində qurulub. Bəziləri hətta Sasani vəziri Bozorq Mihrin hikmətli sözlərini toplayıb, onlara özlərindən isnadlar uyduraraq imamlara nisbət edirdilər. Bütün bu mənzərə içində Muhammed bin Muslim adlı bir ravi xüsusi diqqət çəkir. Güya o, tək başına İmam Baqirdən 30.000, oğlu Cəfərdən isə 16.000, yəni cəmi 46.000 hədis soruşub öyrənib və güya Kufənin böyük alimləri onun elmi qarşısında baş əyirdilər. Lakin necə olur ki, bütün bunlara baxmayaraq sünnət əhlinin nəhəng rical və tarix kitablarında bu qədər böyük bir şəxsiyyət haqqında nə leyhinə, nə də əleyhinə tək bir kəlmə belə məlumat yoxdur. Kufənin ulduzu olan bir alimi bütün İslam dünyası necə tanımasın? Bu, sadəcə olaraq inandırıcı deyil. Hətta şiələrin özləri də etiraf edirlər ki, onların raviləri arasında yalan danışmaq çox vaxt böyük bir problem hesab edilməyib. Bunun ən bariz nümunəsi şiələrdə icma əshabından sayılan, yəni etibarlılığına bütün şiə aləminin şəhadət verdiyi böyük ravi Abdullah bin Bukeyrdir. Şeyxut Tayfə Ət-Tusi etiraf edir ki, Abdullah bin Bukeyr bir fiqhi məsələdə öz şəxsi rəyini dəstəkləmək üçün İmam Baqirin adından hədis uydurub. Ət-Tusi yazır ki, o əvvəlcə bu fətvanı öz rəyi kimi təqdim edib. Sonra görüb ki, yoldaşları bunu qəbul etmir, gedib eyni fətvanı bir hədis şəklində düzəldərək İmam Baqirə isnad edib. Ən dəhşətlisi isə bu deyil. Ən dəhşətlisi, müasir şiə aləminin ən böyük rical alimi sayılan Əbülqasim Əl-Xoyunun bu hadisəyə verdiyi reaksiyadır. O, soyuqqanlıqla yazır. Şeyxin, yəni Ət-Tusinin bu dedikləri onun, yəni İbn Bukeyrin etibarlılığı ilə ziddiyyət təşkil etmir. Ən pis halda o sadəcə bu xüsusi rəvayətdə öz rəyini dəstəkləmək üçün yalan danışır. Məlumdur ki, xüsusi bir məqamda hansısa bir məqsəd üçün yalan danışmaq ehtimalı ravinin ümumilikdə etibarlı olması ilə ziddiyyət təşkil etməz. Bu, ağıl sığmaz bir məntiqdir. Yəni bir insanın öz fətvasını keçirtmək üçün imamın adından hədis uydurması onun siqa, yəni etibarlı ravi olmasına xələl gətirmir, bu açıq-aşkar bir ziddiyyətdir. Elə Əl-Xoyinin özündən bidət əhli ilə mübahisə zamanı yalan danışmağın icazəli olub-olmadığını soruşduqda, o cavab verir. Əgər onun batilini rədd etmək bundan asılıdırsa, o zaman icazəlidir.
görünür, o dövrün şiə raviləri arasında da yaxşı məqsəd üçün yalan danışmaq təsəvvürü çox hakim olub. Hədis uydurma sənayesinin nəhənglərindən biri də İbrahim bin Haşim Əl-Qummidir. O və oğlu Əli şiə hədis kitablarının, xüsusilə də Əl-Kafinin əsas sənəd sütunlarıdır. Əl-Kuleyni öz kitabındakı rəvayətlərin təxminən yarısını məhz bu ata-oğul vasitəsilə nəql edir. Və məhz bu İbrahim bin Haşimdir ki, bizə 9-cu imam Muhammed Əl-Cəvad haqqında o məşhur, absurd hekayəni rəvayət edir. Güya imamın 10 yaşı olarkən şiələrdən bir qrup onun yanına gəlib, bir məclisdə ona 30.000 sual veriblər və o da hamısına cavab verib. Şiə alimi tərhini özü də bu rəvayətin yalan olduğunu deyir və hesablayır ki, hər sual-cavaba 1 dəqiqə vaxt sərf olunsa belə, bu 20 sutkadan çox fasiləsiz davam etməli idi. Bəs bu necə bir məclisdə baş verə bilərdi? Əgər mətn bu qədər açıq bir yalandısa, o zaman bu yalanı bizə çatdıran o böyük ravilərin etibarlığı harda qalır? Bu İbrahim bin Haşimin xüsusilə çox hədis rəvayət etdiyi şəxslərdən biri də Muhammed bin Əbi Umeyrdir. O, tək başına bu şəxsdən 3000-ə yaxın hədis rəvayət edib. Şiə alimləri iddia edirlər ki, İbn Əbi Umeyr həm şiələr, həm də sünnilər arasında ən etibarlı şəxslərdən biri olub. Lakin bu sadəcə olaraq doğru deyil. Sünnət əhlinin rical kitablarında bu adda bir ravi haqqında heç bir məlumat yoxdur. O tamamilə məchuldur. Şiələrin özləri isə etiraf edirlər ki, İbn Əbi Umeyr həbsdə olarkən onun bütün kitabları məhv olub və o həbsdən çıxdıqdan sonra bütün hədislərini öz yaddaşından və ya başqalarının əlindəki qeydlərdən rəvayət etməyə başlayıb. Məhz buna görə də onun rəvayətlərinin çoxu mürsəl, yəni sənədi qopuqdur. İndi sual yaranır. Kitabları məhv olmuş, yaddaşına güvənərək danışan və hakimiyyətdən gizlənən bir ravidən İbrahim bin Haşim necə olur ki, 3000-ə yaxın xəbər rəvayət edə bilir? Və imamlar haqqında o, ən aşırı, ən mübaliğəli, hətta Quranla birbaşa ziddiyyət təşkil edən rəvayətlərin sənədlərində biz tez-tez məhz bu İbrahim bin Haşimin adına rast gelirik. Məhz onun sənədi ilə güya İmam Ridanın belə dediyi rəvayət olunur. Biz bir nəfəri gördüyümüzdə onun həqiqi iman yoxsa həqiqi nifaq əhli olduğunu dərhal bilirik. Halbuki Allah öz Peyğəmbərinə buyurur, sən onları tanımırsan, biz onları tanıyırıq. Yenə də, məhz İbrahim bin Haşimin sənədi ilə güya İmam Ridanın belə dediyi iddia edilir. Biz insanların başına gələcək müsibətləri və onların ölüm vaxtlarını bilirik. Halbuki Allah buyurur, heç kim harada öləcəyini bilməz. Şiələrin öz müxalifləri hələ ilk əsrlərdən onların hədislərindəki bu yalan və ixtilaf çoxluğunu onlara qarşı bir arqument kimi istifadə ediblər. Zeydi şiələrinin imamlarından Əbu Zeyd Əl-Ələvi 12 imam şiələrinə xitabən çox sərt, lakin çox haqlı bir sual verir. Sizin bu dərin ixtilaflarınızın səbəbi nədir? Əgər bu ixtilaflar imamlardan qaynaqlanırsa, o zaman onlar ümməti birləşdirən deyil, parçalayan imamlardır. Əgər bu ixtilaf sizə hədisləri nəql edən ravilərdən qaynaqlanırsa, o zaman sizin bütün dininiz şübhə altına düşür. O yalançı ravilərin sizə imamət məsələsinin özünü də yalandan örgətmədiyinə nə qarantiya var? Və ən əsası, əgər sizin aranızda həqiqətən də Allahın hüccəti olan, qeybdə yaşayan bir imamınız varsa, o niyə ortaya çıxıb öz şiələri arasındakı bu dərin ixtilafları, bu qarışıqlığı həll etmir? Bu çox güclü etiraza şiə alimi İbn Bəbəveyh Əl-Qummi, yəni Səduq, çox zəif və etiraf dolu bir cavab verməyə çalışır. O deyir, şübhəsiz ki, imami şiələrinin ixtilafının qaynağı yalnız və yalnız müəyyən zamanlarda özlərini şiələrin arasına soxmuş yalançılardır. Şiələrin sələfləri çox sadəlöv, təmiz qəlbli insanlar idilər. Onlar halı qapalı bir ravi gördükdə, onun haqqında dərhal gözəl zənn edər və onun xəbərini qəbul edərdilər. O, hətta əlavə edir ki, İmamlar öz şiələrinə üzərində icma olanı götürməyi əmr etsələr də, onlar yenə də buna əməl etməyiblər. Və
Ən heyrətamiz etiraf isə budur. İmam da rəvayət edilmiş bütün bu qarışıq hədislərin hamısından xəbərdar deyildi ki, çünki o qeybi bilmirdi. Bu inanılmaz bir mənzərədir. Deməli, şiyyəliyin təməlini quran ilk nəsillər o qədər sadəlöv idilər ki, hər yalançının sözünə inanırdılar. Və onların məsum imamları da öz adlarından uydurulan bu minlərlə yalan hədisdən xəbərsiz idilər. Bəs o zaman şiyyəliyin hansı hissəsi orijinaldır, hansı hissəsi sonradan uydurulub? Müasir şiyyə alimləri özləri də bu uydurma prosesinin nə vaxt başlaması barədə ixtilaf edirlər. Muhammed Əl-Baqir Əl-Behbudi iddia edir ki, ilk dövrlərdə təqiyyə zamanı hədislər qorunurdu. Yalançılıq yalnız sonraki dövrlərdə kitablar geniş yayıldıqdan sonra başladı. Və bu proses o qədər geniş vüsət aldı ki, onun öz sözləri ilə desək, fiqh və marif babında elə bir hədis yoxdur ki, onun yanında ona müxalif olan başqa bir hədis olsun. Elə bir salamat hədis yoxdur ki, onun müqabilində onu inkar edən başqa bir hədis olsun. Haşim Məruf Əl-Həsəni isə Əl-Behbudi ilə razılaşmır. O israr edir ki, hədis uydurma əməliyyatı elə ən erkən zamanda İmam Baqir və Sadiqin dövründəcə başlamışdı. O, Muğeyrə bin Səid kimi ravilərin, imamların ən etibarlı tələbələrinin kitablarını götürüb, onların içinə gizlicə küfr və nifaq dolu hədislər əlavə etdiklərini, sonra da o təhrif olunmuş nüsxələri şiyyələr arasında yaydıqlarını deyir. Əl-Behbudi özü də bu hilənin detallarını açıqlayır. Onlar uydurma kitablara məşhur alimlərin adını yazır, saxta icazə sənədləri düzəldir və bu zəhərli nüsxələri sadəlöv şeyxlərin əli ilə dövriyə buraxırdılar. Uydurulmuş kitablar. Zamanımıza qədər gəlib çatmış kitablarda da şiə hədis mirasındakı bu dərin böhran özünü çox aydın şəkildə göstərir. Söhbət artıq təkcə tək-tək uydurulmuş rəvayətlərdən getmir. Söhbət tamamilə uydurulmuş bütöv kitablardan gedir. Bu kitablar ya heç vaxt mövcud olmamış xəyali şəxslərə, ya da real tarixi şəxsiyyətlərə yalandan nisbət edilib. Və ən acınacaqlısı odur ki, bugün şiə minbərlərindən oxunan materialların çox əhəmiyyətli bir hissəsi məhz bu saxta kitablara əsaslanır. Bu misalların başında bəlkə də ən məşhuru Süleym bin Qeysin kitabı durur. Əl-Kuleyni, Əs-Saduq, Ət-Tusi kimi şiəliyin ən böyük mühəddisləri öz ən mötəbər kitablarında bu kitaba istinad edirlər. Əl-Məclisi Biharul Ənvarda ondan yüzlərlə rəvayət nəql edir. İbn-ün Nədim onun şiələrin yazdığı ilk kitab olduğunu iddia edir. Hətta İmam Cəfər Əs-Sadiqə güya belə dediyini nisbət edirlər. Kim ki bizim şiyələrimizdəndir, amma yanında Süleym bin Qeysin kitabı yoxdursa, demək ki onun yanında bizim işimizdən heç bir şey yoxdur. O kitab şiyənin əlifbasıdır və Muhammed ailəsinin sirlərindən bir sirdir. Yaxşı, bəs bu qədər mühim olan Süleym bin Qeys kimdir? Kitabın özünə inansaq, o Peyğəmbərin vəfatından dərhal sonra bütün hadisələrə şahidlik etmiş, İmam Əlinin ən yaxın sirdaşı, silahdaşı olmuş biridir. O bütün imamlarla görüşüb, onlardan hədislər nəql edib. O İslam tarixinin bütün həlledici anlarında, Səqifədə, Cəməldə, Siffində iştirak edib. Lakin burada çox böyük bir problem var. Bütün o dövrün hadisələrini qələmə alan onlarla tarixçinin, Ət-Tabarinin, Əl-Yəqubinin, İbn Sadın, Əl-Bələzurinin heç birinin kitabında İmam Əlinin və ya digər imamların ətrafında Süleym bin Qeys adlı bir şəxsin olduğuna dair tək bir kəlmə belə yoxdur. O sanki bir kabusdur, bir xəyalətdir. Məhz buna görə də İbnül Qədayiri kimi klassik şiə alimləri deyirdilər ki, Süleym tanınmır, heç bir xəbərdə onun adı hallanmır. İbnül Həbil Əl-Hədis isə daha kəskin danışaraq yazır ki, mən bəzi şəxslərdən eşitmişəm ki, bu adın heç bir gerçək daşıyıcısı olmayıb. Yəni dünyada Süleym bin Qeys adlı bir şəxs mövcud olmayıb və ona nisbət edilən kitab tamamilə uydurma və əsassızdır. Hələ öz zamanında böyük alim Şeyx Əl-Mufid
bu kitaba qarşı çox ciddi şübhələrini ifadə edərək yazırdı. Bu kitab etibarlı deyil və onun böyük əksəriyyətinə əsaslanmaq caiz deyil. Kitabda qarışıqlıq və tədlis, yəni aldatma var. Buna görə də dindar bir şəxs bu kitabda olan hər bir şeyə əməl etməkdən çəkinməlidir. Əl-Bəhbudi kimi müasir araşdırmaçılar isə qəti şəkildə bildirirlər ki, bu kitab 2-ci əsrin sonlarında Qulatdan, yəni ifratçı şiələrdən olan bir nəfər tərəfindən uydurulub və sonradan hilə ilə şiə hədis dövriyyəsinə salınıb. Hətta kitabın bugün əlimizdə olan nüsxələrinin özləri arasında o qədər fərq və ziddiyyət var ki, Əl-Xoyi və Təbrizi kimi alimlər onun orijinal olub-olmadığını bilməyin qeyri-mümkün olduğunu etiraf edirlər. Bir başqa misal isə İmam Cəfər Əs-Sadiqə nisbət edilən Müfəddalın Tövhid kitabıdır. Süleymdən fərqli olaraq Müfəddal bin Ömər adlı bir şəxs həqiqətən də mövcud olub. Lakin şiə rical alimlərinin özləri, məsələn Ən-Nəcaşi, onun fasid məzhəb sahibi, rəvayəti istirablı, etibar edilməyən və xəttabi olduğunu qeyd edirlər. Buna baxmayaraq, bu kitabın güya İmam Sadiq tərəfindən Müfəddala imla edildiyi iddia olunur. Lakin kitabın öz məzmunu onun uydurma olduğunun ən böyük sübutudur. Kitabın müəllifi öz dövrünün Yunan elmindən, xüsusilə də Aristotel fəlsəfəsindən geniş şəkildə bəhrələnib. Rüşeymin yaranması, heyvanların təbiəti kimi mövzuları məhz o dövrün tibbi və fəlsəfi təsəvvürlərinə uyğun izah edir. Bu isə imamın yaşadığı dövrlə heç bir şəkildə uyğun gəlmir. Çünki Aristotelin əsərlərinin ərəb dilinə kütləvi tərcüməsi imamdan xeyli sonra Abbasi xəlifəsi Məmunun dövründə başlamışdı. Bir imamın öz sözlərini Aristotelə əsaslandırması şiə hədis ənənəsində onsuz da bənzəri olmayan çox qəribə bir hadisədir. Məhz buna görə də Seyyid Muhammed Riza Əs-Sistani kimi müasir şiə alimləri etiraf edirlər ki, bu kitabda varid olmuş bəzi şeylərin məsumdan, yəni imamdan sadir olduğunu təsdiq etmək çox çətindir və onun içində geniş ölçüdə İsmaili etiqadlarına bənzəyən elementlər var. Həqiqət isə budur ki, müasir tədqiqatlar bu kitabın əslində 3-cü əsrdə yaşamış Nestaryan bir xristiyan müəllifin əsərinin şiə adaptasiyası olduğunu ortaya çıxarır. Və nəhayət göstərə biləcəyimiz daha bir misal 11-ci imam Həsən Əl-Əskəriyə nisbət edilən təfsir kitabıdır. Əs-Sanduq, Ət-Təbrasi, Əl-Məclisi kimi şiə aləminin ən böyük adları öz kitablarında bu təfsirə güvənərək ondan nəqillər gətirirlər. Məhəmməd Təqi Əl-Məclisi deyir: İmamların sözləri ilə tanış olan hər kəs bu kitabın onların sözü olduğunu anlayar. Əs-Saduq kimi birinin ona etimad etməsi onsuz da kifayət edir. Oğlu Məhəmməd Baqir Əl-Məclisi də əlavə edir: Bu təfsir tanınmış bir kitabdır və bir çox alimlər ondan rəvayət etmiş və ona qarşı bir irad bildirməmişlər. Lakin bütün bu təriflərə baxmayaraq, şiə alimlərinin daha mühəqqiq, daha tənqidçi bir hissəsi bu nisbətin tamamilə yalan olduğunu və bu təfsirin imamın adından uydurulmuş saxta bir kitab olduğunu qətiyyətlə bəyan ediblər. Məsələn, böyük alim Əbulqasim Əl-Xuyi heç bir tərəddüd etmədən yazır: İmam Əl-Əskəriyə nisbət olunan bu təfsirə nəzər salan hər kəs onun uydurma olduğunda zərrə qədər şəkk etməz. Mühəqqiq bir alim belə bu cür bir təfsir yazmaz. O ki qaldı imam yazsa. Şeyx Mühəmməd Cavad Əl-Bəlağı deyir: Biz ayrıca bir risalədə isbat etmişik ki, bu uydurulmuş və iftira olunmuş bir əsərdir. Məhəmməd Təqi Ət-Tustəri isə bu nisbətin bir böhtan və iftira olduğunu yazır və bunun üçün uzun-uzadı dəlillər ortaya qoyur. İndi isə gələk daha da maraqlı bir misala. 7-ci əsrin böyük şiə alimi İbn Tavus Ət-Təraif adlı bir kitab yazır. Amma kitabı öz adından deyil, güya yeni müsəlman olmuş, adı Abdülməhmud bin Davud olan
keçmiş bir zimminin, yəni Yahudi və ya Xristianın adından yazır. Bu uydurma müəllif kitabın əvvəlində deyir ki, o bütün dinləri araşdırıb, nəhayət İslamı seçib. Sonra da İslamın daxilindəki məzhəbləri araşdırıb və tamamilə neytral bir mövqedən Şiəliyin ən haqlı məzhəb olduğu qənaətinə gəlib. Şiə alimi Əş-Şəhid Əs-Sani bu metoda heyranlığını gizlətmir və yazır ki, müəllif özünü neytral bir şəxs kimi təqdim etməklə oxucunun zehnindəki təəssübkeşliyi aradan qaldırmaq və onu haqqa daha tez çatdırmaq məqsədi güdüb. Başqa sözlə desək, İbn Tavus oxucularını aldatmaq üçün özünü başqa bir adla, başqa bir kimliklə təqdim edib və Şiə alimləri də bunu gözəl bir uslub hesab ediblər. Və nəhayət, Şiə hədis mirasının nə qədər kövrək bir təməl üzərində dayandığını, müasir dövrün ən böyük Şiə mühəqqiqlərindən olan Şeyx Muhammed Asif Əl-Muhsininin bu etirafı bütün çılpaqlığı ilə ortaya qoyur. O, Biharul Ənvar kimi nəhəng hədis külliyatlarının qaynaqlarını təhlil edərkən yazır. Ana qaynaqlar və referans sayılan hədis kitablarından bir çoxunun nüsxələri öz müəlliflərindən Biharul Ənvar, Vasiluş Şiyə, Əl-Vafi kimi sonrakı kitabların müəlliflərinə etibarlı silsilə sənədlərlə çatmayıb. Əksinə, sözü gedən bu nəhəng hədis kitabları həmin rəvayətləri bazarlardan, kitabxanalardan götürülmüş və 100 illər boyunca kimlərin əlində olduğu bilinməyən, halı məchul olan qaynaqlardan nəql ediblər. Bu isə yuxarıda bəhs etdiyimiz o saxta Süleym bin Qeys, Müfəddəlin Tövhid kitabı və Həsən Əl-Əskərinin təfsiri kimi yüzlərlə uydurma kitabın Şiəliyin ən etibarlı sayılan mənbələrinə necə daxil olduğunu mükəmməl şəkildə izah edir. Və bu, imamların elmi mirasının keyfiyyəti haqqında çox ciddi suallar doğurur.